Dalgalanan, yellenen, sen göğsüye bayrak idin Daşkendim. Kılıç kayalara, lenger dağlara, özül idin, dayak idin Daşkendim. Kayan altı, kaya üstü kendidin. Kayalarla birbirine bendidin. Evladına şeker idin, gendidin. Doğuman aziz kucak idin Daşkendim. Keçilmez seddi her bere bendin. Cenuptan Kızıldağ açılmaz heddin. Seryağı, Kırkbulak iki serheddin. Bu arada oylak idin Daşkendim. Kement dağı kemeriydi belinin. Gendereler yatağıydı selinin. Bol süfreler sekasıydın elinin. Bir dolu tok bucak idin Daşkendim. Koynundaydı Hazret Ali bulağı. Hem imamın hem düldülün ayağı. Daşa düşüp bir möcüze sayağı. Dertten gemden uzak idin Daşkendim. 10 idi mi, 100 idi mi bulaklar? Nəğmələşən söz idi mi bulaklar? Kışta bulur iz idi mi bulaklar? Yayda buzlu bulak idin Daşkendim. Meta idi her bir otun, əncərin, ələyəzin küşəbbəyi pencərin, əyləndə bir adamla nəzərin, tez küsəyən uşaq idin Daşkendim. Gül çiçəyə bürünərdi dağların, başlanardı sazlı sözlü çağların, müşki əmbər qoxuyardı bağların, bol bəhrəli budaq idin Daşkendim. Ay dərə, bir qorxulu in idi, şəhər dərə, kölgə düşməz gün idi, ayrım dərə, xəznə dərə gen idi, sarı dərə, çanaq idin Daşkendim. Hər düşəndə qartal quzğun davası, güdaza gedərdi kəyli palası, məta idi qayaların xınası, hər bir rəngə boyaq idin Daşkendim. Şamoyludan Qəfərliyə yan-yana, zağalar var idi içi toyxana, ta Qaraburundan Hacı Qurbana, çıngıl idin, yataq idin Daşkendim. Uzun güney, gödək güney cərgədə, mal qoyuna çıxış idi hərbədə, sarı qaya qılınc idi kölgədə, sən nə gözəl oylaq idin Daşkendim. Kəvəhlinin yekə yüngül kəvəyi, bənzədirdi sanki xəlbir ələyi, əsəndə dənizin bəzən küləyi, yayda soyuq sazaq idin Daşkendim. Qocaman bulağı suyuydu kəndin, qayalar dayağın, keçidlər bəndin, hər kəs bərkidərdi bərəsin bəndin, neçə ellə qaynaq idin Daşkendim. Yalar, dalar, göy təpəydi ev qonşun, keçid dəmyə payızda da sərt qonşun, Hacı Hüseyin calasıydı bir üşüm, belə gözəl yaylaq idin Daşkendim. Yaylanda nənələrin nəhrəsi, pişif yağlanardı pencər kətəsi, qoruncanın çiçək açan vədəsi, beşə balı qaymaq idin Daşkendim. Aşıq Ali baharının anıbdır, Aşıq Nəcəf qaynar suda yanıbdır, Aqil Arif səni çoxdan qanıbdır, hikmətli dil dodaq idin Daşkendim. Həsrətli ilə gözləyərdi Novruzu, yumurtalar boyanardı qırmızı, qulaq üstə sevərdin oğlan qızı, hörmə dəsmal, daraq idin Daşkendim. Nişanlılar göz sayardılar hey günü, qara zurna səslənərdi yay günü, al qırmızı bəzənərdi toy günü, hər havya oynaq idin Daşkendim. Papaq idi nənələrin dingəsi, kəmər idi gümüş pulun sikkəsi, pay paylardı bəy gəlinin yengəsi, alqış deyən dodaq idin Daşkendim. Zurnada Zamaxan, Meyvalı Məcid, Dünyamalı Taftıq, Totulu Kilit, ay Xıdır qəhrəman, gücünü bərkit, zil zurna dəf, şonmaq idin Daşkendim.
Şah gələrdi qardaşağın evindən, hay gələrdi çaparçılar dilindən, yer tapmazdım uşaqların əlindən, başdan başa yığınaq idin Daşkəndim. Axşam sabah mələdikcə qoyun mal, orkestri bənzədirdi bu xoşal. Binaların təndir damı, kəllə zal, aynəvətli motaq idin Daşkəndim. Başlanardı qışda dastan gecəsi, söynələrdi nağılların neçəsi, döyülərdi ələkbərin keçəsi, naxış idin, saçaq idin Daşkəndim. Sazından sözlüğündən hamı duayalı idi, hacının avazı beçə balı idi, göyçə bir gözəlin ay camalı idi, o camala yanaq idin Daşkəndim. Vətən dedi alqayın son nəfəsdə, çırpındı imanın sənsiz qəfəsdə, Həsən Fəzi, Məmməd Hüseyn həvəsdə, sən bir qaynar bulaq idin Daşkəndim. Tapdıq Tanrı verdi namaz təvəkkül, Yaqub haqdan memar idin elə bil, Səxan əhli lətif, köç etdi qəfil, sən onlarla soraq idin Daşkəndim. Bir an unutmaram Səfqan müəllimi, bu yazıya o öyrədi vəlimi, ruhum gəlib yoxlayacaq elimi, mənə doğma qucaq idin Daşkəndim. Əli Əziz oğlu təsvifdə təymiş, Xasaylar şeirlə hikmət əkərmiş, Əliyev Hüseynlə ümbət çox demiş, dinsizlərdən İraq idin Daşkəndim. Fat Süleyman danəndə idi söhbətdə, qız gəlinlər mömin idin ismətdə, şəriyyətdə, təriqətdə, sənətdə şöyle saçan çıraq idin Daşkəndim. İnsanlıqda layiq idin bəyliyə, xavariş can attı hər an eyliyə, ayrıc idin sədərəyə, zəyliyə, yolumuza mayaq idin Daşkəndim. İgidlərin şahı xanı səndəydi, meydanların pəhlivanı səndəydi, Seyid Bayram xanımanı səndəydi, məbəd idin, ocaq idin Daşkəndim. Hikmət idin, sən ağıllı baş üçün, ümid idin gözdən axan yaş üçün, qurut, motal, yağbəl idin qış üçün, kərmə, yappa, qalaq idin Daşkəndim. Yadındadır babaların dediyi, tufan varsa aşma keçid gədiyi, qocaların xoşladığı, yediyi, kətə çörək quymaq idin Daşkəndim. Qorqud baba deyib sənin yaşını, Şəx Xatayı öpüb torpaq daşını, sən kəsmirsən seli qovun başını, gavurlara qınaq idin Daşkəndim. Əvəzin yoxudur halal zəhmətdə, səli idin, bəhlul idin hikmətdə, adın çəkilərdə hər xoş söhbətdə, könüllərə qonaq idin Daşkəndim. Tarixi varaqlar, baxaq keçmişə, keçmiş bizə dərs verib həmişə, Hacı Rəhim gələ dada yetişə, igidlərlə qoşaq idin Daşkəndim. Qafil olduq, düz görmədik hədəfi, açanmadıq gün düşən kələfi, yaralıdır səsdən aşıq Nəcəfi, erməniyə yasaq idin Daşkəndim. Sağ olsun ilhamı verdi mövzunu, əritdi qəlbimin həsrət buzunu, Haqqa şükür tamamladım yazını, yazılmamış varaq idin Daşkəndim. Şuriyyəyəm, ömrüm günüm heyrətdə, həsrətinlə zillətdəyəm zillətdə. Ayılmadın, niyə yatdın qəflətdə, sən ki hər vaxt dayaq idin Daşkəndim. Şuriyə şərəfət təşəkkür.
hörmətli Daşkəndlilər, hər birinizin axşamınız xeyir olsun. Mart ayının 21-i 2015-ci ildir. Novruz bayramını, yaz bayramını qeyd edirik. O Novruz bayramını, o yaz bayramını ki, dünyada ne kadar bayramlar keçirilirse bütün dünya xalqları arasında bu bayramın xüsusi yeri var. Belki de bu bayram özelliğine göre, güzelliğine göre, şirinliğine göre vallahi billahi düşünürüm ki siz de bu fikirdesiniz. Dünyanın en güzel bayramlarıdır. En bayramlarından biridir. Bu mənada ben de bugün bir elə oğlu kimi fürsətdən istifadə edib sizlerin doğmalarınızı, əzizlərinizi, elimizi, cemaatimizi tebrik edirəm, alqışlayıram Novruz bayramı münasibətinə. Novruz bayramı, Novruz ne demektir? Novruz yeni gün demektir, yeni hayat demektir. Her birimize yeni güzel günler arzulayırıq, yeni arzular diləyirik. Ve bugün elimizden, cemaatimizin her birini burada dinlemeye çalışacağız. Aksakalları, ziyalıları, elin rehberini buraya davet eləmişik. Aslında davet etmemişik, özleri de bilirler ki artık bir neçə gündür. Burada tədbir olacaq ve tədbirde öz fikirlerini bildirmek için burada davet iştirak edirlər. Burada Elman müəllim iştirak edir. Elman müəllim eşitdikdən bilib ki, aslında biraz açıklama verib. Elman müəllim internetten, Facebook sayfasından kendimizde o geden prosesleri izleyir. Bakıda, Şəkidə, harada yaşamasından asılı olmayan, tək Elman müəllimi olan bir çox ellərimiz, laf elə Nəsrəddin müəllimgili götürək, kimləri götürək, Rusiyada, dünyanın her bir köşesinde yaşayan el oğlanlarımız, Daşkəndlilərimiz, o internet vasıtasıyla bu Daşkənddə gedən o güzel proseslerin her birini izleyir. Ve o prosesler oraya necə gedir çatır. İnternete haradan gedir çatır bu məlumatlar. Sağ olsun el oğlanlarımız var. Elə biri Araz Yaquboğlu. Çok büyük fəaliyyəti var. Çok büyük. Daşkəndin tanınmasında xüsusi rolu var. Eləcə də Seymur İsmailov'un bu mənada rolu var. Neçə əzizlərimizin fərdi şəkildə hər kəs də öz bacardığını yerləşdirir. Amma əsasən göz Araz Yaquboğlu'nun üstünə düşür ki, neçə videolar Daşkəndlilərlə bağlı məlumatlar yerləşdirib. Təkcə bu yeni Daşkəndlə yox. Göyçə bağlıyla, Göyçə bağlındakı Daşkəndimizlə bağlı nə qədər materiallar desəmiz orada yerləşdirilib. İgidlərimizlə, ərənlərimizlə, ağsaqqallarımızla, ziyalılarımızla, o bayramlarımızla, adət-ənənələrimizlə, məkanımızla, coğrafiyasıyla Yavər Qocamanov'u da alqışlayıram, onun da böyük əməyi var. Çoxların adı çəmiyorlar. Sadəcə Rokbanı da yazma sönlər deyirəm. Zaman itirmeyeyim, qayıdıram bugünkü gün üzərində. Bax, beləcə ziyalılarımızı, ağsaqqallarımızı dinləyəcək. Novruz bayramı münasibətindən fikirlərini, təbriklərini çatdıracaqlar inşallah. Mən bir daha hər birinizi alqışlayıram, təbrik edirəm. Ben Sabir müəllim, elin rəhbəri əyləşibdir. Elin rəhbəri, elin ağsaqqaldır. Vərqə müəllim burada əyləşib. Bax, beləcə ağzından dinləyəcək. Sabir müəllim, Novruz bayramımız mübarək olsun. Çox xoşbəxtəm ki, mən də bax belə imkana malikəm ki, sizləri təbrik edirəm, alqışlayıram və sizləri bu gözəl gündə təbrikləmək, alqışlamaq da mənə nəsib olur. Buyurun, dinləyək sizləri. Çox sağ olun. Mən əvvəla təşəkkür edirəm belə bir məclis təşkil edildiyinizə görə. Çox razıyam. Və hörmətli elimiz, cəmaatımız, mən sizin hamınızın bayramını təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı, gələcək həyatınızda gözəl günlər arzulayıram. Bu bayram elə bir bayramdır ki, bu bütün Azərbaycan xalqının hər birinin evində şənlik var. Və Allah'tan arzum odur ki, bu şənlik həmişə Azərbaycan xalqının üstünə görsün. Yaxşı günlər görsün cəmaatımız, xalqımız. Gözəl günlərlə qabaqlaşsınlar. Əziz və hörmətli cəmaatımız, mən sizin hamınıza deyirəm ki, bu Novruz bayramında Allah sizin həmişə hamınızın hər bir evdə ruzi bərəkət bol olsun. Hamınızın ruzi bərəkətiniz bol olsun. Nətər deyim, belə evlatlarınızda həmişə belə toy olsun. Həmişə bizim kəndimizdə, elimizdə, ovalımızda şənliklər olsun. Mən əvvəla yenə deyirəm, hamınızı təbrik edirəm, hamınıza can sağlığı, uzun ömür arzulayıram. Və əziz və hörmətli cəmaatımız, mən sizə bir şey demək istəyirəm ki, bilirsiniz ki, hörmətli prezidentimiz bu yaxın günlərdə Bərdəyə gəlmişdi. Bərdədən gedəndən sonra sərəncam veribdi, Yeni Daşkənd Umudarlar kəndinin asfaltlaşması ilə bağlı. O cümlədən bizim kəndin asfaltlaşması onun içində olacaqdır. Mən xahiş edirəm, bu işdə təkcə icra nümayəndəsi heç nə edə bilməz. Bu işdə cəmaatın köməyi lazımdır, elin köməyi lazımdır. Bilirsiniz qardaş, bu yolların təmizlənməsi birinci şərtdir. Çünki bura tez-tez qonaqlarımız gələcək,
o yolla bağlı həmişə prezident aparatından, nazirlərdən, hamısından gəlib bu yolla bağlı tez-tez çəkib baxacaqlar. Mən xahiş edirəm, bu işdə hər bir nəfər öz köməkliyini göstərsin. Yəni bu yol, bu hamısı bizim adımızadır, bizim elimizin adınadır. Bu iş elə bir işdir ki, mən çox açıq danışa bilmirəm. Bu hamısı bizim elin adınadır, cəmaatın adınadır. Mən xahiş edirəm, bu işdə bizim hamımız fədakar olalım və bu işdə bir-birimizə köməklik edək. Və bundan əlavə mən demək istəyirəm ki, əziz və hörmətli cəmaatımız, bilirsiniz nətərdir? İnsanın, bilirsiniz, o soruşurlar ki, hardansan, deyirlər filan yerdən. O mədəniyyəti birinci yoldan başlayır. Bizim yolumuz yaxşı olan da mədəniyyətimiz də ondan ölçülür. Ona görə də bu yolumuzun yaxşı olması üçün bizdən çox şeylər asıldı. Mən xahiş edirəm, hamı bu işdə köməklər olsun. Və bir daha deyirəm ki, hamınızın bayramınız mübarək, Allah Teala hamınızı xoşbəxt eləsin, hamınıza Allah kömək olsun və gələcək işlərinizə sizə uğurlar diləyirəm. Sabir Bəlli, çox sağ olun. Ardıcıl təşkil eləməyək çıxışları, arada müsüqlər səslənsin, rəqslər təşkillər. Novruz bayramı gözəl bayramdır. Və bu gün də sağ olsunlar, hər zaman ilə bizim elin cəmatın əziyyətini çəkdir, Qaraz Urma sənətkarları, gənc Qaraz Urma sənətkarlarımız eləşir. Allah rəhmət eləsin Zavaxan dayıya, Allah rəhmət eləsin Əli dayıya, Allah rəhmət eləsin Qasay dayıya, Məcid dayıya. Bu gözəl sənətkarların hər birinə, o dünyasını keçənlərə rəhmət edirik. Əjdər dayıya ömür arz edirik inşallah. Və bu gənclər də davam edətirlər, sağ olsunlar. Mən bilənləri nişan məhəssisində də, çoğunda da gedib, Kiramın da istifadə elədiyi o nağara, rəhmətli Xasay dayının nağarasıdır. Bilmərik. Elin bir məclisi var, birlikdə. Partiyaya bilmərik. Orxan qolu ilə nə demək istəyirəm? Əsas marağımız nədir? Burada heç bir xüsusi marağımız yoxdur. Nə eləmək istəyiriksə kəndimiz üçün eləmək istəyirik. Bu kəndi tanıtmaq istəyirik. Vüsal'la bərabər saat 3-dən getmişik kəndimizin başına. Alaqapı. Orada gözəl bir çəkiliş etmişik. Məmməd Söyün bulağı. Eləcə də o bulaq götürülübdür. Oradan gəlmişik. Allah ölənlərə rəhmət eləsin. Qəbirstənliyi arxa planından götürmüşük. Keçmişik şəhidləri. Sovetlik icra nümayəndəliyi götürülüb. Belediyə birlikdə qeyd olunubdur. Mescid bu video yazıya çıxıb. Buradan adlamışıq kənd orta məktəbinə. Buradan poçt idarəsi. Yəni əsas obyektlər kəndimizi təmsil edən bütün obyektləri çalışmışıq ki, o video yazıya çıxıb. Və nəhayət adlamışıq. 53-cü ildə hansı ki, cəmaat ilkin olaraq çinarın altında məskunlaşıb bu kənddə. Bax, gedib o çinarları belə deyək video yazıya götürmüşük. Beləcə qayıtmışıq buraya. Bu müəssisədə sizlərlə bərabər gözəl təşkil eləmişik. İnşallah hamınız da şən iştirak edəcəksiniz. İstəyirəm indi elə qara zurna ilə bir gözəl musiqi təşkil edək, rəqs təşkil eləyək. Ondan sonra Vərqə müəllimi dinləyəcəm inşallah. Vərqə müəllimi də bir dənə üzr istəyirəm. Bir dəqiqə bir ara verək. Vüsal, Kosa ilə keçəli bir öncə, tam da örtməyək onlar üzərini. Qoy bir tanısınlar, gəl bərim. Suyun mövsüm əzimizdir. Elə bəyəkləri babasının da adını çəkdim. Allah rəhmət eləsin Məcid babaya. Mən arzu edirəm o ocaqdan da o sənətkarın o yolunu hələ davam etdirənlər yoxdur. İnşallah. Bax bunlardan ikisindən bir, hər ikisi onun nəvəsidir. Hər ikisi. Bunun adı nə idi? Vurğunun oğlu? Ömər. Hər ikinizi alqışlayıram. Biri Ömər Kosadır. Mövsüm də Keçəl. Bu Novruz bayramının belə deyik. Bu iki nə deyirlər o? Rəmzlər deyik. Atributları, simvollarıdır. Hər ikisinə də uğurlar dilirəm, gənclik körpələrdir. İnşallah. Neçə belə bayramlar keçirərsiniz. Var olun, siz də düşünürəm ki, bu günləri öz fəaliyyətinizlə bizləri belə deyək, razı salasınız. Sizləri də alqışlayıram və gəlsin gözəl bir musiqi ilə Kosa ilə bərabər də ellərimiz buyursunlar rəqsə. Nağaranı elə vurursan ki, elə bilsinlər ki, rəhmətli Xasay da buradan vurur nağaranı. Bax elə. Köydə məni yoranlar ortadan çıxmayanlar gəlsinlər.
fikrini çatdırıb bir məqamı deyim. Hardasa mənim Sabir müəllim getdi, əslində istəyirdim ki, Sabir müəllimlə onları dəqiqləşdirəm, o çatdıra. Mənim bildiyim qədər, ola bilə səhv də deyirəm, 840 hektar əraziyə malik bir kəndimiz var. Yəni, istər yaşayış məntəqəsi ilə birlikdə, əkin torpaqlarla birlikdə ərazimiz 840 hektar ərazini əhatə edir. 1953-cü ildən burada məskunlaşmışıq və 53-cü ildə məskunlaşmasına baxmayaraq bizim kənd, bizim cəmaat digər bölgələrdən, digər kəndlərdən fərqli olaraq həm ziyalılarla belə deyək fərqlənibdir, həm əkində biçində fəallığıyla fərqlənibdir, ümumən hər bir sahədə fərqlənibdir. Bu barədə Vərqə müəllim də kifayət qədər məlumat verə bilər və o fəxr elədiyimiz ziyalılarımızdan biri də Vərqə müəllimdir. Həm savadı ilə, həm belə deyək, bir-birimizə belə deyək, necə deyək, hörmət böyük olmasına baxmıraq, böyük hörmətlə yanaşması ilə, bəzən hətta bizimlə, zarafatı ilə də bağlı belə bizim hər birimizin istəklimizdir, əzdimizdir. Vərqə müəllim özdə mən bir neçə gün bundan öncədən xahiş eləmişəm ki, müəllim, şəxsən sən də burada olasan, o fikirlərini çatdırasan. Çünki Vərqə müəllim Göyçədə böyüyüb, o Göyçənin o gözəl bayram əslində, bayramın o gözəlliyi, mən bildiyim qədər, eşitdiyim qədər Göyçədə daha yaxşı olur, daha gözəl olur. Təəssüf ki, yəni o bayramlardan bizlərdə çox az yaşayır. O adət-ənələrdən çoxsu belə də sıradan çıxıb. Vərqə müəllimlə bax o adət-ənələrlə bağlı istəyirəm fikirlərini çatdırayım. Ümumən öz fikrini çatdırsın. Vərqə müəllim, bayramın mübarək olsun. Neçə belə bayramlar görəsən, üstümüzə rəski olmayasan. Buyur, elin gözəl ziyasını, elin gözəl ağsaqqalını dinləyək. Buyursun. Əziz cəmaatımız, sizin birinci Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Həmişə belə təbrik bayramlara çıxasınız. Bu bayramı Yenidaşkəs cəmaatı səbirsizlə gözləyir. Ona görə ki, mən Göyçə mahalında bu bayramı cavanlar yığılardı. Deməli, təzə toy olan gəlinləri suya çıxardırdılar. Çıxardardılar, gedərdik Qarasıvatda böyük tonqal qalayardı, orada şirniyyat paylanardı, orada cavanlar birbirini sulayardı. O illahır suyundan da deməli sulaşa kəndə gələrdilər. Beləliklə, hər il bunu səbirsizlə gözləyirik. Çox gözəl keçirdi, çox belə nətər deyərlər. O qədər şən keçirdi ki, inan Allaha cavanlar yatmırdı gecə günü. Novruz bayramı ən qədim bayramdır. Ona görə də bizim cəmaat bu Qarabağa gələndən bəri biraz sönülük qaranlıqdır. Göyçədə çox gözəl keçirdi, çox gözəl. İndi bugünkü gün onu xatırladır. Sağ olsun bu təşkil edənləri. Mən çox arzuluyuram ki, həmişə belə təzə bayramlara çıxasınız, yeni bayramlar olsun. Deməli biz qışın gəlişini gözləyirdik ki, kiçikçilə gələndə biz analar, atalar, nənələr burada kiçikçilərdə qoy çəkərdilər, qorğa qoylardılar. Yeni deyərdilər ki, Novruzun gəlişi ilə Xıdırəlləz deyirlər bu. Xıdırəlləzdə mütləq burada qorğa qoylardılar, qoy çəkərdilər. Hamı bir səslə, cəmaat bir-birinə qoraq gedərdi. Çox şən şamata keçirilərdilər. Ona görə belə cəmmələr düşürdü. Güldürül təki, su təki, nə bilib, ölü təki, illahır təkində gene insanlar birbirini gene sulayardılar. Sulayardılar birbirini ama sulamak böyle şeydi ki, yalnız Novruz'da o illahır suyuyla sulamakta, yoksa gölmeden götürüp sulamak olmazdı. Onda cemaat birbirini təqdir edirdi. Doğrudan da ne diyeyim, danışmak çok olar. Ben sizin yine de bu Novruz bayramınızı təbrik edirəm, en qədim bayramdır. Bütün bu dünyada Müslümanların bayramıdır. Müslümanların hamısı keçirdi. Bizim halk da ona göre de bu Yenidaşkəs cemaatı da onu səbirsizlə gözləyirdi. Bugün de bak belə karşılıyor. Sağ olun, həmişə belə Novruz bayramını bu şənlik keçirdim. Sağ olun. Rabbim bu kadar, sağ olun. Sağ olun. Sağ olun.
Sağ olun Köksar'dan Kesel'de buyursun yanıma. Sargun da çekilişe götürür. Biraz önce benim de nöksanım oldu. Çünkü sonradan gelmişti bilmedim. Bizim nağara çalan, genç nağara çalanı da almıştıram. Bilmediğini de Şems'in evladını. Bağışta, beyakları yani biraz ben de fikir vermedim. Çünkü sonradan gelmiştim. Almıştıram, sana da uğurlar dileyirəm. Benim nöksanım idi. Ben de nöksanımı düzeltmeye çalıştım. Ben Şürə müəllim gelip. Şürə müəllim özde açıklayacağım burada. Belki de çoğlarınız çoktan da görmüşsünüz. Evden çıkmır. Elə seyahatiyle bağlı çalışır. Sözünde söyle vermesin. Bütün kişi de içeride olur. Bu yaz gününde sağ olsun. Devletimizi kabul edip gelip. Şürə müəllimden bilirsiniz ilkin olarak bu kentde o Novruz bayramını teşkil eden insanlardan biridir. Ziyalılardan biridir. 2001 yılda Sefil Emre'mse ilk defa bak burada teşkil edip orada Allah rahmet eylesin. Niçinse dünyasını değişen insanlar var. Hem de orada iştirak edip izliyorsunuz yani ki de yerleştirip valla sen mi diyelim biz de çalışırız ki kendi ne kadar tanıdı o kendi. Valla kırak adamlar hiç berdiye adiyeti olmayanlar, göçe adiyeti olmayan insanlar malumat verirler ki ay bu taş kent harada nedir? Bazen Özbekistan'ın taşlarına saçarlar. Kimdi harada bu teşkilatın kimler tarafındandı valla. Kendimiz içindi bunun hamısı. Çok şeyler el hatırlayacağım. Ben teze başlayacağım diyeceğim inşallah. Şürə müəllim hoş gördük. Buyurun tabiiz bizi çatdırın. Əziz yerlilərimiz, hörmətli canciyarlar, əvvəla hamınızı bu Novruz bayramı münasibəti ilə təbrik edirəm. Alqışlayıram, bağrıma basıram. Xudavənd aləmdən bu millətə, bu xalqa, bu elimizə hoşgüzaran, səmimiyyət, birlik arzulayıram. Eldən aralansa təylənər, itər, İki darxalansan elə güclənər. Ümman parçalansa ada deyərlər, sızğa qarışarsa selə güclənər. Təkliyin ünəri xəyaldır, qardaş. El mahal birliyi müsaldır, qardaş. Təkəldən səs çıxmaz misaldır, qardaş. El kömək durarsa elə güclənər. Şöriyə qalmayıb dünya heç kəsə, yaradıb qurmağa insan tələsə. Sözümü sözə qoş, səsini səsə, dil kömək durarsa dilə gizlənər. Mən arz edirəm ki, elimiz obamız həmişə bir olsun. Həmişə bu birliyi yaşasın. Allah keçənlərə, gedənlərə rəhmət eləsin. Onlar bu mirası, bu irsi bizə qoyub gedirdik. Biz də qoyub çıxıb gedirik. Qalır cavanlara, çalışımını yaşadım, bəyə qapşın dedik. 2001-ci ildə çəkdiyimiz o erkənliyini indi Qubadan bana cəh vururlar. İndi Allah'a olsun, zaddan, Tambovdan cəh vururlar. Zaddan internetə bağlılar. İndi çalışın ki bu birliği yaşadın. Güneş gülür, fəsli bahar fəslidir. Bülbül gəlsin gül başına dolansın. Təbiyyət qoynunu qaçıb ellərə, ceyran yürür çel başına dolansın. Hoş havalı, hoş səfalı dağların, həm vəfalı, həm səfalı dağların, gül çəyli, şiş qayalı dağların, qoy küküryə sel başına dolansın. Açılın meydanı xoş nəfəslərin, şirin ləhcələrin, incə səslərin, aqil kimsələrin, cöngər kəslərin, neçə görə gül başına dolansın. Kocasından bin bir sual alıbdı. Hoş nəsiyyət, şirin xəyal alıbdı. Ellerinden ağıl kemal alıbdı. Qoy çöreyə el başına dolansın. Elin qadasını alıb. Ötüşdüm payız qış. Ötüşdü payız qış, ötüşdüm ayaz. Gündüzün gecenin öten çağı. Oyandı təbiyyət, geldi xoş bahar. İlkin bənövşəni bitən çağı. Tonqallar alışır şark başında, süfreler açılır konak başında, ahır çərşəmbədə bulaq başında, həsrətlər müsala yeten çağır. Kız gelinler bir otağa yığışır, çatma vurur, iğne atır, bakışır. Ay şöyle küsürler barışır, kineyin gıybetini değil. Xudavənd-i Kerim Allah ürəklərdən
o çileyi, bu kıymetli çileyi, kudreti ben bilesin. Sizin hanımı da alkışlayıram. Koylu ter kokulu göy yaylaklarda təbiyyət insanın ona dönmez. Toplayıp başına geliyor obanı, kulaklar suyunu bala dönmez. Deyim nevmesini götüp benimşe, laleler bayrakla sancılık düşe, düzenli sümbüller cennet düşe, alımı bir özgü hala dönmez. Dağlara bak, etek kalır, zirve kar, şoriyeri dile tutup hoş bahar. Vaz bastı köçüp de doldururlar, kendiden köçünü, ene döndürür. Hudaviyat diyeceğim Allah sizi var eylesin. Allah Teala elimizin obamızın üstünden hoş günleri eylemesin. Hudaviyatla hepsini birbirinize mehriban. En başlıca mehribancılık. Sağ olun, var olun. Bu tedbiri Göğüşe yanıma saldım. Göğüşe denin gözlerimden yine kan geldi, kan geldi. Bu ayrılık, həsrət, hicran, bana dan geldi, dan geldi. Göğüşe elə bir dərtdir ki, sen bilmirsən, sen bir ki körpəsən. Sərdən mən istəmirdim ki, oxuyam. Göğüşədə belə bayramlar, ilin axır günü, o vaxtı da zorlaşdılar, o vaxt sənətkarlar çox idi. Sənətkarlar dəstəsi çox idi. Keçiddən bir dəstə gəlirdi. Qəbəridən bir dəstə gəlirdi. Kendi kayanın altından bir dəstə gəlirdi. Kayanın üstünden bir dəstə gəlirdi. Gece saat 4'ten zurnaların sesi birbiriyle ötüşürdü. Hamı gedirdi, Sarıkağan'ın kabağını da Karasuvat'a çıkırdı. Nişanlı kızlar, nişanlı olanlar, kız beğenmek isteyenler, hamı çıkırdı oraya. Hediyeleri de görme desmal, alma, bəli, o bayram. Yine güzel adetler var idi. Ben istəyirəm ki onları yaşadasınız. Ama o bazı iğrenç hareketler de var. Bunları aradan çıkartmak lazım. Bilirler izahda. Mesela internette gene bizim o ilnahır gecelerine bakıp o kadar hesaplar, o kadar şeyler geldi. Ben istəyirəm ki bunu bundan sonra siz yaşatmak. Biz artık ömrümüzü ve devrimizi başa vurduk. Söz sizin, buyurun. Ya benim, xahiş edirəm, bilirəm, səni çox ləngit verir ya. Burada bir fikrimlə çatdırım, əhbər dayında işləyəcəm, ondan sonra bir rəqs təşkiləcəm. Ocağımızı vicaylıcı oldu. Vicay, çalış ocağı yandır artıq, ləngitməyək. Ocağımızı yandıraq. Daşkənd deyəndə ilkin olaraq Göyçə Mahaliyada düşür. Bu Daşkəndin tarixi də məlumdur, hər şey də məlumdur. Amma o Daşkəndin tarixi tam olaraq bəlli deyil bizə. Nə vaxtdan gəlir, o tarix nə vaxtdan yaranır. Amma Daşkəndi, mən şuraya müəllim 1500 il deyil, bəlkə də ondan da rəlidir. Yəni tam dəqiq məlumat yoxdur, rəqəm yoxdur ortada. Amma Daşkəndi ilkin tanıdan şəxsiyyətlərdən biri Daşkəndin Şair Məmməd Hüseynovdur. Şair Məmməd Hüseynə rəhmət. Şair Məmməd Hüseynədən sonra Aşıq Nəcəbi tanıdıqdır. Rəhmətli Aşıq Nəcəbdən söhbət gedir. Məşhədi Qasımı tanıdıqdır. Hacı Rəhimi tanıdıqdır. Beləcə ziyalıları, şairləri, aşıqları, çox adamı sadalamaq olar. Mən gərək sadalayam burada bir saat. Mümkün deyil. Heç bura mənim zehnim də çatmaz, mənim yaddaşım da çatmaz. Amma bu müasir dövrümüzdə də, bax bizə gözəl şairlərimiz, aşıqlarımız, ozanlarımız, siyalılarımız, cavanlarımız tanıdıqlar Daşkəndi. O cavanlarımız deyirəm, 92-96-cı illər ərzində Azərbaycan ərazisində döyüşlər getdi, müharibə getdi və müharibədə Yeni Daşkənddən döyüşən oğlanların sayı bütün kəndlərin belə deyək, döyüşən oğlanların sayından çox üstün idi. Ərazisinə görə verdiyi şəhidin də, 50'nin də, döyüşçünün də sayı digər kəndlərdən fərqlərini artıqdır. Bunlar haqqında yenə də danışacağım. Çalışarak çoxçularımı çatdıram. Bax, burada neçələri eləşdi. Acəməcəm, Atakəndə artıq biraz çətinlik yaratdı. Mənim üçün də şəhid ailələrdə alıb işləyirəm bu günləri. Şəhid oğullar verən valideynlər var olsunlar. Rəhbər qaybudadır. Rəhbər qaygısını bildək. Həm Aksaqan kimi, həm şəhid ailələrində. Bu gözəl gündə bir daha hər birimizin bayramı mübarək olsun. Ocağı ləngitdik, ocağımızı yandırıq, ocağımız yok olsun. Rəhbər buyur.
Evvela elimiz. Gökçe mahallından buraya gelenden, bu kente gelenden biz bu kentte enenemizi saklamışız. Gökçe'de olan vakti Suriye müəllim qeyd etdi. Kendin iki hissesinde toy meclisi kurulardı. Biri kendin ayak hissesinde, biri baş hissesinde. Bizim temkinli aksakallarımız çok olur. Bir adlarını çekmeye mesela uzun vakit lazımdı. Hansı ki temkinli yol gösteren aksakallarımız çok olur. Bayram, 2 tane bayram olur. Bezimov bayram, Kerimov bayram. Bunlar her ikisi kendimizin aksakalları olurlar, yol gösterenler olurlar ve yahut ondan sonra, geçenden sonra Süleyman kişi olur. Bunlar bize hemşe yol gösterir. Hacıyev Abbaseli olur. Hacıyev Abbaseli kendin en hürmetli, en yol gösteren aksakallarından biri olur. Ve Göyçe'de biz olan vaxtları 53. ile kimi orada böyle görmüşük ki toy meclisiyle bayramı geçirdim momentinde Qədiroğlu Beyfud olur. Qədiroğlu Beyfud'un evinde pastayanlı İlnahır günü demel bak bugünkü gün 21 günü akşamdan başlayıp sehre kadar Kara zurna çalınıp seher erte tezlerinden Kara Suvat deyilen yere elin hamsı birlikte sehre kimi yatmayıp sehre kimi demeli hemen Kara Suvat'a biz çıkmışız. Oradan günlerimizi geçirmişiz. Ondan sonra gecenden sonra bizde Molla olur. Olsun bizim tarihi yaddaşımıza saldıran aksakallarımız bizim kentte çok olur. Bunlardan demeli yaddaşta kalanlar diyelim. Kösallık eğleyenler var idi. Yerleşmeyecek değil mi? Evet. Lazım dolaşır. Yerleşmeyecek kösallık edecek. Dediğim bu internete yerleştirir. Yani Müeyyen adamların mesela adları gelmeyen mesela Hasan kişi olur. Hacı Hasan. Şahnazaroğlu Hasan. Şahnazaroğlu Hasan. Ve kendimizin çok olur. İndi aksakallar hamısı çekilip yoka çıkıp. İndi bu bir təbiyyətdən de bilmirəm. Həyatdan da bilmirəm. O vaxtları aksakallar hakiki çok olurdu. Babasının adı nedir? Neyse bu adamlar hemşe yol gösterip bayramımızı geçmekte öteri hayatı cemaate yol gösterip cemaatin demeli bayramı el bayramını yadda saklamak için hemşe aksakallar tedbir eləyiblər. İndi de cavanlar çekilip her bir tarafta okuyor. Hiç kim izattan aldı. Bizim bu kendin özünde gündelik her bir vakti hayatı temkinli Allah'ın buyurduğu bayramı Azerbaycan halkının yok bütün dünya Azerbaycanlıların bayramını birincisi yürekten tebrik ederim. İkincisi bizim Azerbaycan bayrağımız daha yükselsin. Halhazırda bu bayramı bizim prezidentin vasıtasıyla en yüksek seviyede bayram geçiririz. Daşkent cemaati her bir sahede nefretmeye hakkı var. İster ziyaretiyle, ister ziraatçılığıyla, ister cavanlarıyla, ister belediye, ister sade adamıyla nefretmeye hakkımız var. Ama burada kiminse yarın alt çeket olsa o bu merada. Ocağımızı rica sana tapşırmışlar. Nördü biraz böyle onu açtı. Yaxşı qara zurnayla rəqsdə şillək vərqə müəllim axsakallar. Ümumən hər kəs buyursunlar gözəl bir rəqsə. Buyurun. Kərəm əmi yaxın gəlin. Rəqs meydana buyurun.
Biraz yiyeyim bana gel, Bergen beni böyle istiyor. Biraz oynat baba. Daşkendi, böyle Daşkendi, Bergen benim Daşkendi'ni istiyor. Daşkendi sıcaklanmasız oradan ortamda olar. Orhan var mı Daşkendi sende? Hazırla. Onların hazırlıklarını hazırla. Ve Daşkendi geldi. Orada. Daşkendi mağarasını istirahat edeyim. Ata yurdum, baba yurdum, adım atağıma daş geldi. Geçen yıl hayal oldum, anlatağıma daş geldi. Ata yurdum, baba yurdum, adım atağıma daş geldi. Geçen yıl hayal oldum, anlatağıma daş geldi. Uzun güneşli tökülen cennet deyip seni gören. Uzun güneşli tökülen cennet deyip seni gören. Niye düştü perem perem, niye düştü yadaş gönlüm? Niye düştü perem perem, niye düştü yadaş gönlüm? Yukarıdasın durma gönlüm, yukarıdasın yadaş gönlüm. Ölçem işte baş gönlüm, yukarıdasın dolma kendim. Yukarıdasın dolma kendim, yukarıdasın adaş kendim. Ay görkemizde baş kendim, yukarıdasın adaş kendim. Ümit eyleyip sabaha, düz tutmuşum bir Allah'a. Eziyem bağlanır daha, bir dudağıma taş geldi. Ümit eyleyip sabaha, düz tutmuşum bir Allah'a. Eziyem bağlanır daha, bir dudağıma taş geldi. Uzun güneşli tökülen cennet deyip seni gören. Uzun güneşli tökülen cennet deyip seni gören. Niye düştü perem perem, niye düştü yadaş gönlüm? Niye düştü perem perem, Sallama diyor. Ülkemizde baş kendi, yukarıdasın dolma kendi. Teşekkür ederim. Çok bağlı fikirlerimizi çatırdım. Yendaşkent'ten dövüşen oğlanlarla şehitlerimizle bağlı fikirlerimizi çatırdım. Bu arada bir fikri çatırım. Yakın ki törenden her biriniz değilsiniz televizyon vasıtasıyla. Düşman ordusunun 20 de askeri dünenki günde ordumuzun askerleri tarafından mahvedilip ve inşallah bak böylece bütün cephelerde lazım gelirse bütün o düşman askerleri mahvedilecek. Buna ordumuzun gücü çatır, devletimizin gücü çatır. Bu barada çok tartışmayacağım. Sadece o fikrimi bir qeydiyyat kimi çattırdım. Bu arada bize bir saat bundan önce güzel bir dostumuz var, güzel bir ziyalımız var. Azerbaycan'ın bütün o, nəinki Türkiye'de, birçok ülkelerde temsil edilir. Kocaeli Soygunumu Tanıtma İctimai Birliği'nin sədri Şamil Müəllim Sabiroğlu var. Facebook sayfasında, internette, böyle de sosyal şebekede onu izleyenler belki de tanıyanlar var. Güzel böyle de faaliyet gösterir. Devletimizi, halkımızı tanıtmak gibi. Onun bu təbriklərini çatdıram. O təsəvvür edilir. Böyle de Rızvan
tərəfindən bizlərə dostdur. Rızvanın vasitəsindən dost olmuşuq, tanış olmuşuq. Bir neçə mənim məqalələrimi də o qəzetdə çap elətdirib şəhidlərimizlə bağlı. Mən rəhmətli Eldənizlə bağlı yazmışam, rəhmətli Furdunla bağlı. İnşallah bundan hamısı çıxardılacaq. Onu təbriklərimi çatdırıram, sağ olsun. Allah ondan razı olsun. Və qayıdıram bizim o veteranlarımızdan, əllərimizdən bir də təbrikləri dinləmək istəyirəm. Bunlardan çatdırsınlar. Malikə görün bura, Rızvan, ikimizdən biriniz. Mən bir şey də deyim. Mən Daşkəndin tanınmasından söhbət edirəm, tanıdanlardan söhbət edirəm. Son dönemlərdə Yevlax rayonunda, Yevlax şəhərdə fəaliyyət göstərən ETV kanalını az qala ilə bizim tövbe eləmiş. Desə qovkilərimizin, şəhidlərimizin çəkilişi gelirdir. Region kanalı ilə göstərilirdir. Sabah da var. Mən istəyərdim ki, oradan mən elə Daşkəndin 92-96-cı illərdə Azərbaycan ordusunda döyüşən və bu günləri yaşayan o Qarabağ əllərinin, Qarabağ veteranlarının döyüşçülərinin, Qarabağ qazilərinin adından təbrikləri çatdırıram. Gözəl belə hər birinizi bayramını təbrik edirəm. Allah hamınıza həmişə gözəl bayramlar nəsibi qismət eləsin. Var olsun o döyüşçülərimizdə, o əllərimizdə. Allah hər birinizdən razı olsun. Sizlərlə fəxr edirik. Bunu tam səmimi deyirik. Şəhid ailəsi üzvlərini buradan təbrik edirik, alqışlayırıq bayram münasibəti ilə. Elman müəllimi dinləyim. Sonra bu balacalarımızın şiirlər var, onları dinləyib, ocağımız gürlansın. Sonra İsrail müəllimdən xahiş eləmişdim, sağ olsun, gəlib indicə dinləyəcəm onu da. Məhsimin ifasında bir xatırlama ansın səsləndirəcək, o müəyyən insanlarda xatırlamaq üçün. Elman müəllim, xoş gördük sizləri. Əziz ellərimiz, bayramımızı qeyd edirik. Və bu bayramımızdan ötürü öz oğlumuz, həmişə elimizə, cəmaatımıza böyük hörmətlə yanaşan Elman müəllim Alhəsənov iştirak edir burada, İskəndər müəllimin övladı. Bəlkə də çoxlarınız belə deyək də, yaşlılarımız tanıyırlar, o gənclərimizi deyirəm. Çünki müəllim çox zaman həm Bakıda, həm digər bölgələrdə yaşadığından, ola bilər kimlərsə tanımır. Amma Elman müəllim gözəl insandır, gözəl ziyalımızdır, gözəl el oğlumuzdur. Bax, bu bayramdan ötürü gəlib buraya. Çoxlarımız belə deyək, bayram ərəfəsində qohumlarımızı görmək üçün gəlir. Amma bu kişi bu tədbirdən ötürü gəlib. Bu da neçə tədbirlərimizi internetdən izləyir. Sağ olsun, var olsun. Mənim bayram var, buyurasın. Çox sağ olun kimlərim, çox minnətdarım. Həqiqətən də bugün burada olmamla çox fəxr edirəm mən. Mən bütün sizin bu qoyduğunuz internetdəkilərin hamısını izləmişəm. Bugün şəxsən həqiqətən ona görə gəlmişəm bugün. Mən də bütün elimi, bütün cəmaatımı hamısını bayram münasibətilə təbrik edirəm. Həmişə bu elə olbuya belə bayramlar qismət olsun. Var ol. Həqiqətən deyirəm, müəllim. Bax, bu bayramın nə qədər məni sevindirirsə, amma sən bura gəlişin məni daha çox sevindirdin, var ol.